Ömür adlı ağacdan düşən 72-ci yarpaq. Hər yarpaq düşdükcə daha da mükəmməlləşən şəxsiyyət. Azərbaycan cəmiyyətinin cəsarətli çıxışları ilə tanıdığı tarixi yazar, hüquq elmləri üzrə fəlsəfə doktoru, sabiq millət vəkili Cahangir Hüseyn Əfşar bugün 72-ci doğum gününü qeyd edir. Açıq fikirli, düşüncəsini azad şəkildə ifadə etməyi bacaran dəyərli ziyalımız 1953-cü ildə 10 aprel tarixində Bakı şəhərində hüquqşünas ailəsində anadan olub. Uzun müddət müxtəlif vəzifələrdə çalışan, onlarla əsərin müəllifi olan Hüseynov Azərbaycan tarixinə ərmağan etdiyi şah əsəri Qarabağnamə adlı kitabla bütün dünyaya səs salan əvəzolunmaz şəxsiyyətdir. Bir Xəbər media rəhbərliyi və kollektivi adından Cahangir Hüseyn Əfşarı təbrik edir, uzun ömür, can sağlığı, fəaliyyətində uğurlar arzulayırıq. Ad gününüz mübarək.